Herkese salam. Bu videoda magistratura imtahanı üzrə hazırlaşanlar üçün DİM-in ingilis dili toplusundan Completing the Sentence bölməsinin testlərinin izahına baxacağıq. Başlayaq birinci testimizdən. I want. Deməli, want feili complex object bölməsində istifadə etdiyimizdə özündən sonra object tələb edir, daha sonra isə to'lu feil tələb edir. Object yerində istifadə edə bilərik. Object pronoun, isim və ya ad. Baxırıq, A variantımızı saxlayaq. B variantında he subject pronoundur, C-də she, D-də they. Hər biri subject pronoundur. B, C, D variantı gedir. Baxırıq A və Y variantına. Y variantında him object pronoundur, amma himdən sonra to help gəlməli idi. Ona görə Y-də gedir. Düzgün cavabımız olur A variantı. I want you to help me. Keçək ikinci testimizə. He said that he returned. Deməli, bu cümlə tabelsiz nitqdən tabeli nitqə çevrilmiş bir cümlədir. Və bu zaman biz zaman uzlaşmasına baxmalıyıq. Baxırıq, said keçmiş zamandadır. Ona görə də cümləmizi keçmiş zamana uyğunlaşdırmalıyıq. B variantı gələcəkdir. Gələcəklə keçmiş uzlaşmır. B çıxır. Keçmişlə indiki də uzlaşmır. D də çıxır. Baxırıq, cümləmiz tabelsiz nitqdən tabeli nitqə çevriləndə bizim zaman zərflərimiz də dəyişir. Yesterday olur, is a day before. Ona görə yesterday'dən də istifadə edə bilmirik. A variantımız da çıxır. A week ago da bu da çevrilir. Düzgün cavabımız olur. The next day. The next day tomorrow'nun çevrilmiş formasıdır. He said that he would return the next day. Düzgün cavabımız olur C variantı. Baxırıq üçüncü testimizə. Where özündən sonra mütləq şəkildə hansı zamanda istifadə olunursa cümlə həmin zamanın köməkçi feilini tələb edir. Burada da cümləmiz indiki sadə zamandadır və biz indiki sadə zamanda üçün şəxsin təkində does, digər hallarda do'dan istifadə edirik. Baxırıq cümləmizin mübtədası. Cümləmizin mübtədası your father üçün şəxsin təkindədir. Deməli, does-dan istifadə edirik. Harda does yoxdursa, əvvəlcə o variantları çıxış eləyək. B-də does yoxdur, C-də does yoxdur, Y-də də does yoxdur. A və D variantı qalır. A və D variantının fərqi ondadır ki, A variantında works yazılıb. Does-la works bir cümlədə istifadə olunmaz 2S. Ona görə də düzgün cavabımız olur D variantı. Where does your father work? Baxırıq dördüncü testimizə. Deməli, dördüncü testimizdə complex object bölməsinə aid olan bir testdir. Make feilinin keçmiş zamanıdır. Make-dən, let-dən sonra mütləq şəkildə object gəlir. Daha sonra isə to-suz, ing-siz heç bir şey qəbul etməyə feil gəlməlidir. Və indiki zamanda təbii ki. Baxırıq bütün variantlarımıza. A variantı uyğun deyil çıxır. B-də to var çıxır. D-də her-dən sonra zət gəlməz. Bu da çıxır. C-nə Y-nin arasında qalıb fərqə baxırıq. C-də felt keçmiş zamandadır. Y-də indiki zamanda. Dedik ki, feilimiz sadə indiki zamanda to-suz ing-siz işlənir. Ona görə düzgün cavabımız olur Y variantı. Həm də bir cümlədə iki keçmiş zamanda feil qətiyyən işlədə bilmərik. This present made her feel happy. Keçək 5-ci testimizə. My sister paints well. Deməli, biz dedik ki, əvvəlki bölmələrdə də bu testlərdən işləmişdik. Təsdiq, burada inkar deyirik və zamana əsas baxırıq. Deməli, baxırıq, zamanımız hansı zamandır? İndiki sadə zaman. İndiki sadə zamanımızın da təsdiqi, inkarı do, does-la düzəlir. My sister desə, üçün şəxsin təkindədir, does olar. Baxırıq və təsdiqdir deyə təsdiq axtarırıq. Əvvəlcə inkarları çıxırıq. Y variantımız çıxır. Sonra biz does axtarmalıyıq. A da çıxır, A da is var. Is olması üçün cümlədə is olmalıdır ki, biz is yazardıq. Qalır B, C, D variantı. So cümlənin əvvəlində gəlməlidir. C də çıxır. So-dan sonra köməkçi feil, sonra mübtəda gəlir. Ona görə də düzgün cavabımız olur 5-də D variantı. So does my brother. 6-cı testə baxırıq. I prefer apples to bananas. Deməli, təsdiq dedik. İnkarları əvvəl çıxdaş edirik. A variantı çıxır, C-də inkarda çıxır, Y-də inkarda çıxır. Qalır B və D. Cümləmiz indiki zamandadır deyə B variantda çıxır. So does my son. Deyə bilərik ki, nəyə görə does oldu? Çünki my son-a uyğunlaşdırırıq orada. Düzgün cavabımız olur D variantı.
Sonra keçirik 7-ci testimizə. Can you tell me how long to prepare the report? Deməli, how long-la cümlə birləşibsə, how long cümlənin ortasındadırsa, iki cümləni birləşdiribsə, özündən sonra gələn cümlə strukturu nəqli cümlənin strukturu gəlməlidir. İndi baxırıq. B, D, Y avtomatik olaraq çıxır. Qalır A və C variantları. Deyək, sən mənə deyə bilərsənmi ki, it take you olmaz, çünki it takes you olmalıdır. İndiki sadə zamanda üçüncü şəxsin təkində olmalıdır. A variantı çıxır, düzgün cavabımız qalır C variantı. Can you tell me how long it took you to prepare the report? Oldu C variantı. 8-ci testimizə baxırıq. Yenə is that the man? Mən deməli canlı isimdir. Məndən sonra which işlənməz. Deyir, bu sənin dünən görüşdüyün adamdırmı, görüşdüyün kişidirmi? Yesterday deyirsə, keçmiş zamanda yazmalıyıq. B variantımızda çıxır. She was met düzgün struktur deyil, olmaz. Met you da olmaz. Düzgün cavabımız olur Y variantı. Is that the man you met yesterday? Bu sənin dünən görüşdüyün kişidirmi? Keçirik 9-cu testimizə. He never sleeps after lunch. Deməli, cümlə inkardadır never olduğuna görə biz inkara inkar cavab verməliyik. İndiki sadə zamandadır. Baxırıq. B variantı təsdiqdir. B variantımız çıxsın. Fişə. Baxırıq. I don't also ilə not bir cümlədə işlənməz. A variantı çıxdı. B variantı da çıxdı. To ilə never də bir cümlədə işlənmir. Deməli, to also ancaq təsdiqdə işlənir. İnkar cümlələrdə to also-dan istifadə etmirik. Neither I do olmaz. Neither do I olmalıydı. Ona görə D variantı da çıxır. Düzgün cavabımız olur Y variantı. I never sleep after lunch either. Keçirik 10-cu testimizə. Birinci testlə strukturu eynidir. Complex object bölməsinə aiddir. Jane's parents want English well. Deməli, biz burada yazmalıyıq. Object pronoun plus to plus verb. Baxırıq. Subject pronoun olan avtomatik variantlar çıxdı. Qalır A, C, Y variantı. Düzgün cavabımız A variantdır. C-də learning yazılıb olmaz. D-də də learned yazılıb, icazə yoxdur, olmaz. Düzgün cavabımız olur. Jane's parents want her to learn English well. A variantı. Baxırıq 11-ci testimizə. The goods have been sent. 11-ci testdə zaman zərflərinə baxırıq. Deyir ki, artıq o göndərilib. At 9 o'clock düzgün vaxtdırsa, dəqiq, daha doğrusu dəqiq vaxtdırsa, indiki bitmiş zaman işlənməz, A variantı çıxır. Ago keçmiş zamanda C-də çıxır. In the morning-də istifadə olunmur. Were-lə də have istifadə olunmaz. Düzgün cavabımız olur 11-də B variantı. The goods have been sent to. Keçirik 12-ci testimizə. Mary doesn't speak Russian. Deməli, vergüllə ayrılıb cümlələr. Ona görə dedik ki, təsdiqə təsdiq, inkara inkar nöqtədə verilir. Burada da həmçinin o şəkildə yazacağıq. Mary doesn't speak Russian. Mary rus dilində danışa bilmir. Laura da həmçinin. İnkara inkar necə yazırıq? Başlayaq A variantından. A variantında Laura doesn't either. A variantında bir səhv yoxdur, düzgündür. Hələ ki bunu saxlayaq. Düzgün cavabımız A variantı. Baxaq B niyə olmur? Neither Laura does yox, neither does Laura olardı. B çıxır. To ilə does not bir yerdə işlənmir. C-də çıxır. So ilə not işlənməz. Neither ilə not işlənməz. Düzgün cavabımız 12-də olur A variantı. 13-ə baxaq. Does she know? Dedik ki, cümlə sual sözləri ilə what, why cümlənin ortasında how long bunlar istifadə olunursa, özündən sonra gələn cümlə mübtəda xəbər, nəqli cümlə strukturunda olmalıdır. Baxırıq. A variantında what he has come for cümlə düzgündür. Burada bir problem yoxdur. Bunu saxlayaq. Why
has he come for olmaz. He has olmalıdır. B çıxır. What he come for yox, comes for olardı. C-də çıxır. What did dedik ki, olmaz. Cümlə nəqli cümlə strukturu olmalıdır. Why he came for. Came olmaz nəyə görə? Çünki now var. Cümlə indiki zamandadır. İndiki zamanla uzlaşa biləcək bir zaman yazmalıyıq ora. Ona görə onun üstü olur cavabımız A variantı. Keçmişlə indiki zaman uzlaşmır. Does she know what he has come for? Sonra baxırıq 14-cü testimizə. Try to find out what time. Yenə cümlə strukturu olmalıdır. Nəqli cümlə strukturu. Does olmaz. Will əvvələ keçməz. The plane arrives. Bu düzgündür. Did yenə deyirik olmaz. The plane was arrived. Olmaz. Çünki indiki zamandan söhbət gedir. Keçmiş zamandan yox. Try to find out what time the plane arrives. 15-ci testimizə keçirik. Close your books and let's see how much you will be able to remember. Bunu hələ ki saxlayaq. B variantımız çıxır. Can əvvələ keçib. C də çıxır. Will əvvələ keçib. D də çıxır. Do əvvələ keçib. A variantında you will able olmazdı. You will be able to olardı. Struktur düz deyil. A da çıxır. Düzgün cavabımız olur Y variantı. Close your books and let's see how much you can remember. 16-cı testimizə baxaq. Have you got any brown toys? No, we have got. Red ones olmaz. Çünki one təkdədir. Artiklı təkin qarşısında işlənir. Ona görə A variantımız çıxır. Some red one olmaz. Some'dan sonra ya sayıla bilməyən isim gəlməlidir, uncountable-dan, ya da countable plural-dan, sayıla bilən cəm isim gəlməlidir. Sonra C variantına baxaq. Some brown ones olmaz. Çünki burada soruşur ki, brown var, qəhvəyi rəngdə. O deyir ki, yox. Deməli, başqa bir rəngdə var onda. Ona görə C-də çıxır. Some red ones. D variantımız düzdür. Deyir ki, biraz qırmızı var. Little red one olmaz. A little red one olardı. Bu da çıxır. Düzgün cavabımız olur D variantı. Davam edək 17-ci testimizlə. Please look and tell me. Who'dan sonra dedik, cümlənin ortasında gəlirsə, cümlə strukturu nəqli cümlə strukturu olmalıdır. Who does olmaz. Who is talking Peter with olmaz. Talking with Peter olmalıdır. B-də səhvdir. Who is olmaz. Who does olmaz. Y variantı. Who Peter is talking with. Düzgün cavab olur Y variantı. 18-ci testə baxırıq. She wanted besides her. Dedik ki, wanteddən sonra object gəlməlidir. Object pronoun gəlir. A çıxır subjectdir. D-də çıxır subjectdir. B-də ing var. B çıxır. C-də də to yoxdur. C-də çıxır. Düzgün cavabımız olur Y variantı. She wanted him to stand beside her. Düzgün cavabımız olur Y variantı. 19-cu testə baxırıq. I can't talk to you now. Mən hal-hazırda səninlə danışa bilmirəm. I'll talk to you later. When I have many time. Many time olmaz. Time zaman mənasında sayıla bilməyən isimdir. Ona görə A variantı çıxır. Dəfə mənasında sayıla biləndir. Amma burada zaman mənasında sayıla bilmir. A çıxır. When have I olmaz. B-də çıxır. When I'll busy. Bu da düzgün deyil. Bu da məna etibarı düzgün deyil. Mən deyir, məşğul olanda sənə zəng edəcəm. Məşğuldur deyində danışa bilmir. C-də çıxır. When I have time. D variantı da düzgündür. D variantı düzgündür. Y variantı nəyə görə düzgün deyil? When-dən sonra I will olmaz. If-dən when-dən sonra gələcək zaman istifadə edə bilmərik. Ona görə düzgün cavabımız olur D variantı. I'll talk to you later when I have time. Keçir 20-ci testimizə. Can you show me? Baxaq. How do you make cakes? Olmaz. Cümlə strukturu nəqli olmalıdır. How you make cakes? Düzgün cavabımız B'dir.
Bax görə say niyə olmur? Ha'dan sonra did gəlib, ha'dan sonra have gəlib, ha'dan sonra are gəlib. Olmaz. Düzgün şəkli odur ki, cümlənin ortasında sual sözləri bu formada gəldikdə özündən sonra tələb etdiyi cümlə strukturu nəqli cümlədir. Mübtəda, xəbər. Bizə köməkçi feil lazım deyil. Sonra 21-ci testə baxaq. John never makes mistakes. Deməli, never cümlə inkar cümlədir. İnkar yazmalıyıq və indiki sadə zamandadır. Biz burada keçmiş zaman olmur. Ya do, ya does'dan istifadə etməliyik. Ona görə A variantı çıxır did olduğuna görə. I neverlə to olmaz. B-də çıxır. Also-la never olmaz. C-də çıxır. Don't-la never olmaz. Bir cümlədə ikinci olmaz. D-də çıxır. Qalır Y variantı. I never make mistakes either. 22-ci testə baxaq. He never read newspapers. I never yenə inkardır və bu cümlə keçmiş zamandadır. Deməli, read feili bilirik ki, read oxunur. Oxunuşu bu formada olur. Amma yazılışı indiki zamanda da, keçmiş zamanda da, past participle'da da eyni formadadır. Bunun fərqini biz bu cümlədə hardan bilirik? Əgər indiki sadə zaman olsaydı, he reads olardı. S gəlməyib deyə biz bilirik ki, bu cümlə artıq keçmiş zamandadır. Üçün şəxsin təkində S gəlməlidir indiki sadə zamanda. Deməli, ona görə axtarmalıyıq biz did olan cümləni. I never read newspapers either. Bu cümlə düzgündür. Cavabımız düzdür. 22-də A variantıdır. Baxaq B niyə olmur? B-də does var. Dedik ki, did lazımdır bizə. So olmaz. Təsdiq, inkar olmalıdır. So təsdiqli biz inkar axtarmalıyıq. Neverlə to işlənməz. Neither do I olmaz. Neither did I olmalıydı. Bu variantlarda çıxır. Düzgün cavabımız olur A variantı. Sonra keçək 25-ci testimizə. He wanted to know. Deməli, cümlə keçmiş zamandadır. Digər hissəmizdə keçmiş zamanda olmalıdır. Whether'dan sonra cümlə struktur bu formada yox, Philip spoke Spanish olmalıydı. A variantı çıxır. Sual formasında ola bilməz. Cümlə keçmiş zamandadır. Biz ona görə də keçmiş zamana uyğun yazmalıyıq. Burada speaks var. Keçmiş deyil, indiki də çıxır. Did əvvələ gəlməz, C-də çıxır. Speaks yox, spoke olmalıdır. Keçmiş zamana uyğunlaşmaq üçün keçmiş istifadə etməliyik. D-də çıxır. Düzgün cavabımız olur Y variantı. D çıxdı. If Philip spoke Spanish. He wanted to know if Philip spoke Spanish. 26-cı testə baxırıq. The secretary asked me what I want. What did I want? Deməli, cümlə bizə keçmiş zaman lazımdır. Asked me deyirsə, what I wanted olmalıydı. A variantımız çıxır. Bu indiki zaman deyə. B-də what did I want olmaz. Did əvvələ gəlmir. C-də indiki zamanda çıxır. Y-də də did yenə əvvələ gəlib çıxır. Düzgün cavabımız olur D variantı. The secretary asked me what I wanted. Sonra 27-də baxaq. He couldn't swim well last year. Cümləmiz keçmiş sadə zamandadır, past simple'dadır və inkardadır. İnkarda inkar axtarmalıyıq. Notla to olmaz, A çıxır. Neither could I. Düzgün cavabımız budur. So can I olmaz, inkar verməliyik. I couldn't either olmalıydı. Either olan yerdə bir inkar sözcüyü olmalıdır ki, bilinsin ki, inkardır, D-də çıxır. Neither can I olmaz, could I olardı. Çünki cümləmiz keçmiş zamandadır. Düzgün cavabımız olur B variantı. Baxaq 28-ci testimizə. How much money? Yenə how much money. Deməli, how much money gəlirsə, A varianta baxaq. Has they stolen olmaz. They have-lə işlənir. A çıxır. A-nı çıxaq. Were they stolen olmaz. Bu da struktur olaraq düzgün deyil. They had stolen olmaz. How much money-dan sonra gəlməlidir köməkçi feil. Did they steal? D variantı düzdür. Y-də niyə səhvdir? Did-lə stole hər ikisi keçmişdədir. Bir cümlədə ki, keçmiş olmaz. Ona görə düzgün cavabımız how much money did they steal olar. Sonra 29-a baxaq. There is something else I wanted to talk to you about. Deməli, düzgün cavabımız D variantıdır.
Baxaq görək nəyə görə digərləri olmur. There is something else I wanted to talk you about. Should'dan sonra to olmaz. A variantımız çıxır. Must'dan sonra to gəlib. Baxın burada talk'dan əvvəl to gəlib. Ona uyğun baxırıq. C də çıxır. Y də çıxır. Uyğun deyil. I to talk olmaz. There is something else. What I wanted olmaz. What burada düzgün deyil. Something else'dan sonra gəlməz. Ona görə düzgün cavabımız olur D variantı. I wanted. 30-cu testimizə baxırıq. Ask your friend how'dan sonra does olmaz. Cümlə nəqli cümlə formasında gəlməlidir. A çıxır. If he has seen our city before. Bu cümlə düzgündür. Keçək C variantına. When he has arrived olmaz. When he arrived olmalıydı. Çünki bu cümlə sual cümləsindən tabelsiz necə deyim, tabelsiz nitqdən tabeli nitqə keçib sual cümləsinin açılmış formasıdır. Və when ilə indiki bitmiş zamana sual verə bilmirik. Cümlə keçməlidir keçmiş zamana. C-də çıxır. If he wants olardı. D-də çıxır. How long-dan sonra will olmaz. He will stay olmalıdır. Y-də çıxır. Düzgün cavabımız olur B variantı. Ask your friend if he has seen our city before. 31-ci testə baxaq. Which of you can tell me when did olmaz? A variantı çıxır. When Daniel Defoe had died. Had died olmur. Ölüb. Keçmiş zamanda olub. Ölmək elə bir şeydir ki, keçmiş zamanda olur. Bir anlıq və bitir. Had died olmaz. When Daniel Defoe died. Just B variantı. When Daniel Defoe died. Was died da olmaz. When Daniel Defoe has died da olmaz. Bu da səhvdir. Düzgün cavabımız olur C variantı. Nə vaxt ölüb? 32-ci testə baxırıq. Is the 28th of July the day when you deməli A variantını saxlayaq. B-də deməli when-dən sonra dedik ki, cümləmizin strukturu nəqli cümlə olur. B çıxdı, do var deyə, D-də çıxır, were əvvələ keçib deyə, C-də had keçib əvvələ çıxır, Y-də də did keçib əvvələ çıxır. Düzgün cavabımız olur A variantı. 33-ə baxaq. If I wanted to know if cümlə keçmiş zamandadır, keçmişə uyğunlaşdırmalıyıq. A variantımız indiki bitmiş zamanda A çıxır. Deməli, B-də they hadn't to do. Had to-nun sualı, inkarı had to ilə bir işlənmir, B-də çıxır. C-də was əvvələ keçib keçməməlidir, C-də çıxır. Y variantında wasn't to ilə işlənib, inkarda to işlənməz, Y-də çıxır. Düzgün cavabımız olur D variantı. I wanted to know if they had accepted the invitation. 34-cü testimizlə davam edirik. We need to know how dedik ki, could gəlmir. How'dan sonra cümlənin ortasında A çıxır. When the teacher has checked our tests. When-dən sonra indiki bitmiş zaman işlənmir. B-də çıxır. What the rules of competition are. Düzgün cavabımız 34-də C-dir. What time the meeting has begun. When what time-dan sonra indiki bitmiş işlətmirik. D-də çıxır. Why has he come? Why-dan sonra has yox, he has come olmalıydı. Y-də çıxır. Düzgün cavabımız 34-də C variantı. 35. The workers wanted to know what the matter was. Burada yanlış bir şey yoxdur. 35-də A düzgündür. Bax, digər variantlar nəyə görə səhvdir? When will the manager receive them? Deməli, when-dən sonra will gəlməz. Bağlayıcı olarsa əgər when. B variantında sonra when the manager olmalıydı. Will ilə manager yerini burada qarşıq yazılıb. Ona görə düzgün deyil. B variantı çıxır. C-də how has yazılıb. O da çıxır. What time-dan sonra dedik ki, indiki bitmiş gəlməz. D-də çıxır. Why-dan sonra was yazılıb. Y-də çıxır. Düzgün cavabımız A variantı. 36. Is the 15th of September the day when to school after their summer vacation?
Deməli, burada dəqiq bir vaxt verilib, sentyabrın 15-i. Deyilir ki, sentyabrın 15-i yay tətilindən, uşaqların yay tətilindən məktəbə qayıtma günüdür. Düzgün cavab 36 A variantıdır. Digərləri nəyə görə səhvdir? Baxaq. Students are going back. Bu düzgün deyil. Çünki bəzi feillər davam edici zamanda istifadə oluna bilmir. Go back geri qayıtmaq deməkdir. Geri qayıtmağı davam edici istifadə edə bilmərik. Bir dəfə geri qayıdırıq, bitir. Ona görə B variantı uyğun gəlmir. Dedik when-dən sonra are gəlməz, bu çıxdı. When-dən sonra indiki bitmiş zaman gəlməz, bu da çıxır. Will də gəlməz, bu da çıxır. Cümlə strukturu nəqli cümlə strukturu olmalıdır, sual cümləsi yox. Ona görə 36 cavab A variantı. 37. Sorry. Nick is respected by everyone in his group because he is. Deməli, Nick öz qrupunda hər kəs tərəfindən hörmət olunur. Çünki biz burada seçməliyik müsbət mənalı sözlər, hörmət olunduğuna görə. Sociable, sosial deməkdir, hər kəslə ünsiyyətdə olan yola gedən, bu okeydir. Amma rude, qəddar, kobud mənasındadır. Ona görə A variantımız çıxır. Sorry. A çıxdı. Envious, paxıl, kreativdir. Ona görə envious sözünə görə B-də çıxır. Polite, nəzakətli, honest, ədalətli. Düzgün cavabımız C-dir. D-də selfish, axmaq, caring, qayğıya qalan. D-də çıxır selfish-ə görə. Y-də isə serious, ciddi, ignorant, cahil deməkdir. Ignorant sözünə görə Y-də çıxır. Düzgün cavabımız olur polite and honest. 38-ə baxaq. We can't answer all these questions because baxırıq. Information. We have very little information. A variantı düzgündür. Cavabımız A variantı. Baxaq nəyə görə digərləri səhvdir. Information uncountable noundur. Few işlənməz. B variantı çıxır. A lot of-la işlənməlidir isimlərin qarşısında. Of-suz işlənəndə feilə aid olur. Of-la işlənəndə ismə aid olur. Ona görə C-də çıxır. Any information düzgün deyil. Information uncountable noundur. D-də çıxdı. We have few information olmaz. Düzgün cavabımız olur. We have very little information. A variantı. 39-da baxaq. The bus was full, so they had to take a taxi. Baxırıq cümləmiz keçmiş zamandadır və təsdiqdədir. Təsdiqə təsdiq cavabı tapmalıyıq və did olan variantlardan birini seçməliyik. Baxırıq A variantımız çıxır. Ayza var. B-də də Nayza var. C-də də Nayza var. Qalır D və Y variantı. Y-də də Ayza var deyə çıxır. Düzgün cavabımız olur. Təsdiq olan so did we. D variantı. 40-cı testimizə baxırıq. My scissors aren't sharp. Deməli, biz burada yazmalıyıq inkara inkar. Scissors cəmdə olduğuna görə are yazırıq. A variantında mine isn't olmaz, mine aren't olmalıdır. Çünki mənimkilər deyirik. Artıq bilirik ki, burada cəm ismindən söhbət gedir. A variantı çıxır. Neither are there olmaz, theirs olardı, B-də çıxır. So olmaz, inkar lazımdır bizə. D variantı neither are hers. Düzgün cavabımız D-dir. Y-də də söz sırası düzgün deyil. 41-ci testə baxırıq. Can these ladies take anything? A variantı olmaz. What they want. Anything-dən sonra what they want işlənməz. Orada olardı whatever they want. Olsaydı olardı what they want işlənmir. A çıxır. Do they want qətiyyən işlənmir. Struktur olaraq düz deyil. Can these ladies take anything they want? Düzgün cavabımız C-dir. Whom, anything-dən sonra whom işlənmir. Çünki cansızdır. D-də çıxır. Which do they want da qətiyyən düzgün deyil. Cümlə strukturu nəql olmalıdır. Y-də çıxır. Düzgün cavabımız olur C variantı. Sonra keçək 42-ci testimizə. Is she the girl? Girl-dan sonra which olmaz. Deməli, canlıdır deyə A çıxır. What you told me about. Bu da canlıdır, what olmaz. B-də çıxır. Sonra you told me about. Is she the girl you told me about? Düzgün cavabımız C-dir. Bu qız sənin mənə dediyin, haqqında dediyin qızdır.
Whom'dan sonra did olmaz D çıxdı. You were told me about burada bu cümlə passive voice-dadır və cümlə strukturu düzgün deyil. Tərcümə etibarı düzgün bir tərcümə ala bilmirik. Y-də çıxır. Düzgün cavabımız olur C variantı 42-də. 43-ə baxaq. Ask her when dedik ki, when'dən sonra cümlənin ortasında gələndə cümlə nəqli cümlə formasında olur. Ona görə A çıxır, did var. Have əvvələ gəlib, həm də ki, have when-dən sonra olmaz, B-də çıxır. Dedik, have olmaz, indiki bitmiş zaman işlənmir. When-dən sonra C-də çıxdı, will də olmur, they will move olardı. Düzgün cavabımız olur D variantı, they will move. Ask her when they will move to Turkey. 44-də. Who knows? Aha, kim bilir? Why for-la işlənmir. Ona görə A variantımız çıxır. When-dən sonra C variantında indiki bitmiş gəlməz C-də çıxır. Why has he olmaz, he has olar. Y-də də what has he olmaz, he has olar. Düzgün cavabımız olur B variantı. Who knows what he has come for? Nəyə görə gəlib, nəyə üçün gəlib bilir. Kim bilir bunu? Sonra 45-də Ask Alice when. Deməli, when-dən sonra indiki bitmiş zaman gəlmir. Bunu buradan çıxırıq. Sonra Ask Alice when she will post the letter. Düzgün cavabımız B variantıdır. C-də has əvvələ gəlib səhvdir. D-də will əvvələ gəlib. Y-də isə did əvvələ gəlib. Bunlar səhvdir cümlələr. Düzgün cavabımız Ask Alice when she will post the letter. Baxaq 46-cı testimizə. Do you know? When-dən sonra has been gəlməz A çıxdı. What did happen yesterday? Did olmaz. What happened yesterday olardı. B-də çıxdı. When was the contract signed? C-də olmur. Was əvvələ gəlib deyə. That the child has had nothing since morning. Düzgün cavabımız D variantıdır. Do you know that the child has had nothing since morning? Y variantı səhvdir. When-dən sonra indiki bitmiş zaman gəlməz. 47-ci testə baxaq. Who was the invitation sent? Sent by. Kim tərəfindən göndərilib? Burada mübtədaya sual verilmir. Burada sual veririk. Deməli, mübtəda yox, tamamlığa sual veririk. Who was the invitation sent by? Düzgün cavabımız A variantı. B-də köməkçi feil yoxdur, B çıxır. C-də deməli cümlə passiv olmalı. Passiv voice-dadır deyə did olmaz, was ver olar. Invitation təkdə deyə ver olmaz, was olar. Burada da has the invitation been sent olardı. Cümlə passiv voice-dadır deyə. Ona görə düzgün cavabımız 47 olur A variantı. 48. Deməli, bu testimiz complex object bölməsinə aiddir. The ticket collector him our tickets when we were on the bus. Dedik ki, wanteddən sonra, ümumiyyətcə bəzi bu feillərdən sonra complex object yaranırsa, feildən sonra object pronoun gəlməlidir. Burada subject pronoun A variantı subject pronoundur. A çıxdı. B-yə baxaq. Made us show. B variantı 48-də düzdür. Baxaq digərləri niyə görə səhvdir. C variantında made ilə to olmaz. C çıxır. Watched us to show. Watchda da to olmaz. D-də çıxır. Askla to işlənməlidir. Y-də çıxır. Düzgün cavabımız olur. Made us show B variantı. Baxaq 39-cu testimizə. 49-cu testimizə. She asks. Okay. Why-dan sonra did olmaz. A çıxsın. Belə çıxda şeyləri rahat tapa bilərsiniz. What-dan sonra are olmaz. B-də çıxsın. What do olmadı. C-də çıxsın. When they have done it. When-dən sonra indiki bitmiş zaman işlənmir. D-də çıxır. Qalır düzgün cavabımız Y variantı. She asks why I did it. I did that. Davam edək 50-ci testimizlə. The lawyer advised his client to follow the contract he had signed. Bu cavab düzgündür. A variantını qeyd edək düzgün cavab. Baxaq niyə digərləri səhvdir. Which have been signed. Contract təkdə olan isimdə have been yox, has been olar. B çıxır. What he had signed.
What o halda işlənər ki, söhbətin nədən getdiyi bilinməsin, qeyri-müəyyən olsun. Amma burada kontraktdan söhbət gedir. Ona görə C-də çıxır. D variantında that he was signed. Bu da passive voice cümləsidir. Düzgün quruluş deyil. Uyğun olmur. D-də çıxır. Y-də isə yenə what was signed. Yenə deyirik. Contractdan sonra was işlənməz. Çünki which işlənərdi. What o zaman işlənir ki, qeyri-müəyyənlik bildirir də. Söhbətin nədən getdiyi bilinmir. Amma burada kontraktdan getdiyi bilinir. Ona görə düzgün cavabımız olur A variantı. 51-ci testə baxaq. I don't know when did he steal the man's car. When-dən sonra burada did işlənməməlidir. A çıxır. Where the stolen car is. Deməli, düzgün cavabımız budur. I don't know where the stolen car is. If the police has found the stolen car, the police have ilə işlənər, həzlə yox. Çünki cəmdə olur olan isimdir, C-də çıxır. What-dan sonra was işlənməz, D-də çıxır. When the stolen car found yox, was found da olardı. Çünki maşın öz-özünə tapılmır, kimsə tərəfindən tapılır. Passive voice olmalıydı. Düzgün cavabımız olur B variantı. I don't know where the stolen car is. 52-ci testə baxaq. Can you tell us when was olmaz? A çıxdı. Nəqli cümlə gəlməlidir. When did olmaz, nəqli cümlə gəlməlidir. When-dən sonra has işlətmirik. C çıxır. When-dən sonra have işlətmirik. D-də çıxır. Düzgün cavabımız 52-də Y variantıdır. Can you tell us when World War II broke out? 53-ə baxaq. Does she know that it's cold outside? Bu cümlə düzgündür. Elə 53-də A variantı düzgün cavab. Baxaq niyə görə digərləri səhvdir. Does she know who these pictures has been painted by? Düzgün deyil. Əvvəla these pictures has yox, have olmalıdır. B variantı çıxır. That there are some water. There are olmaz, there is some water olardı. Sayıla bilməyən isimdir water. Sonra D variantında what book must she read? She must read olmalıdır. D-də çıxır. Y-də isə if has he got olmaz. He has got olar. Y-də çıxır. Düzgün cavabımız olur 53-də A variantı. Does she know that it's cold outside? 54-də baxaq. Ben didn't expect his father. Deməli, bu da complex objectin mövzusudur. Expect üçüncü qrup feildir. Özündən sonra object, daha sonra to-lu feil tələb edir. Burada ikili complex object var. Baxırıq. Expect-dən sonra to gəlməlidir. Baxaq harda to var. B-də, bir də D-də. A, C, Y çıxır. Qalır B və D variantı. Let isə özündən sonra to tələb etmir. Heç nəsiz feil tələb edir. Ona görə düzgün cavabımız olur D variantı. Ben didn't expect his father to let him take part in the race. 55-ci testimizə baxırıq. I don't want. Baxırıq, cümlədə not var, nobody olmaz. I don't want that anybody see me. Bu da düz deyil. İnkarla some olmaz, some olmaz. I don't want anybody to see me. Bu cümlə complex object cümləsidir. B-dəki zət ona görə olmaz. Y variantı düzgündür. 56. He never writes to us. Cümlə indiki sadə zamandadır, inkardadır. İnkarı yazırıq və ya do ya does indiki zamanın köməkçi feilini axtarmalıyıq. Neither did olmaz, so təsdiqdə olmaz. D-də either inkarlıq yoxdur. D-də olmaz. Neither do I olmalıdır. C-də olmaz. Düzgün cavab Y. Neither does she. 57-ci testə baxırıq. Do you understand why he needs a knife for? Why for-la işlənməz. A çıxır. Why-dan sonra does gəlməz. B-də çıxır. What he needs a knife for. Düzgün cavab C-dir. Baxaq digərlər nəyə görə səhvdir. Why-dan sonra did işlənməz. What-dan sonra did işlənməz. Ona görə D-də çıxır, Y-də çıxır. 57-də düzgün cavab C variantı. 58. Do you know what he said it for? Bu nə üçün deyib, onu bilirsən. A variantı düzdür. Digər variantlara da bir göz gəzdirək. Why-dan sonra did olmaz, why-dan sonra does olmaz. Why for-la işlənmir. What-dan sonra did olmaz.
Düzgün cavabımız olur A variantı. 59'a baxaq. Do you remember? When-dən sonra dedik were olmaz. Nəqli cümlə gəlməlidir. Yenə when-dən sonra nəqli cümlə gəlməlidir. When-dən sonra indiki bitmiş zaman işlənməz S-də çıxır. Where-dən sonra did işlənmir. Nəqli cümlə gəlməlidir. D-də çıxır. Do you remember where you left your pen? Düzgün cavabımız olur Y variantı. 60-cı testə baxaq. Can you tell me when you met him? Düzgün cavab 60-da A variantıdır. Amma digərlərinə də baxaq yenə. When-dən sonra did olmaz, nəqli cümlə olmalıdır. When-dən sonra indiki bitmiş zaman olmaz, S-də çıxır. When-dən sonra yenə indiki bitmiş zaman olmaz, D-də çıxır. To be gəlməz, nəqli cümlə gəlir, Y-də çıxır. Cavab olur A variantı. Can you tell me when you met him? 61-ci testə baxırıq. When you returned from the voyage. Deməli, cümləmiz keçmiş zamandadır. Ona görə də keçmişə uzlaşan bir zaman götürməliyik. A variantı indiki zamanla uzlaşır, indiki bitmiş zamanda A çıxır. How much time has passed? B-də çıxır. How long had passed when you returned from the voyage? Düzgün cavabımız C variantıdır 61-də. Baxaq D niyə səhvdir. Have you had a good time? Bu da indiki bitmiş zamandır. Olmaz. Y də indiki bitmiş zamanda olmaz. Bizə lazımdır keçmişlə uzlaşan. Keçmiş keçmişlə uzlaşır ancaq. İndiki ilə keçmiş uzlaşmaz. Gələcəklə keçmiş uzlaşmaz. Keçmiş yalnız keçmişə uzlaşır və keçmişə nəzərən gələcəklə uzlaşır. Ona görə düzgün cavabımız C variantı olur. 62-yə baxaq. Do you know at 5 o'clock? Baxaq, where-dən sonra did gəlməz, nəqli gəlməlidir. Where-dən sonra will gəlməz, nəqli cümlə gəlməlidir. Where they have been at 5 o'clock deyə bilmirik. Nəyə görə? Bu hər zamanın özünün zaman zərfləri var. Əgər dəqiq bir vaxt bildiririksə biz, onda keçmiş zamandan istifadə etməliyik mütləq şəkildə. Ona görə də düzgün cavabımız burada C-də olmur. B-dən sonra R gəlməz, D-də olmur. Düzgün cavabımız olur Y variantı. Do you know where they met at 5 o'clock? Sonra 63-cü testimizə baxırıq. Remember and say. What-dan sonra were olmaz. Bunu çıxdaş edirik. A çıxır. What he said when you met. Burada heç bir səhv yoxdur. Düzgün variant budur. When-dən sonra has olmaz. C-də çıxır. How long did you work olmaz, D-də çıxır. What else was there olmaz, bu da çıxır. Düzgün cavab B. Remember and say what he said when you met. 64-cü testə baxaq. I haven't spoken with the representatives. Cümlə indiki bitmiş zamandadır. Ona görə də və inkardadır. İnkara inkar yazıb indiki bitmiş zamanda verməliyik bunun variantını. Baxırıq, did keçmiş zamandadır. A variantı çıxır. B variantında neither most of my friends have-lə olar, has-lə olmaz. B-də çıxır çünki cəmdədir. Neither have most of my friends. Düzgün cavab C variantıdır 64-də. Digərlər niyə olmur? Most of my friends did olmaz zamana görə, had olmaz zamana görə. Düzgün cavabımız olur C variantı. Davam edək 65-ci testimizlə. Where can we get dictionary? Aha, let's John. Lend borc verməkdir. Borrow birindən borc almaqdır. Əgər bizə lüğət lazımdırsa, demək biz kimdənsə borc almalıyıq. Ona görə borrow olan variantlar qalsın, lend olan variantlar çıxır. A çıxır, bir də D çıxır. Qalır B, C, Y. Let us deməkdir. Bu da olur. Deməli, dediklərdən sonra object gələrsə, ondan sonra gələn isim, ondan gələn sonra fail, to-suz işlənir. Ona görə də B variantı olur. Bu da kompleks obyektdir. Sadəcə cümlə əmr cümləsidir deyə mübtədası yoxdur. Burada da kompleks obyektdir. As apostrof s-lə birləşib let-ə olub let's. Düzgün cavab olur let's borrow one from John. 66-cı testə baxaq. Can you show us? Yenə what-dan sonra shall gəldi. A çıxır.
How we shall decorate the room for the party. Düzgün cavab B-dir. C-də H-dan sonra do gəlib çıxır. Why for-la işlənmir. B-də çıxır. H-dan sonra şəy gəlib Y-də çıxır. Düzgün cavabımız olur B variantı. 67-ci testə baxırıq. Can you tell me where is deyə bilmirik. Nəqli cümlə gəlməlidir. Nəqli cümlə strukturu axtarmalıyıq. A çıxdı, C-də çıxdı. The nearest post office is located. Düzgün cavab budur. Baxaq deyə. The nearest located post office düzgün deyil. Nearest post office is located olmalıdır. Y-də də cümlə quruluşu səhvdir. Əvvəl xəbər gəlib, sonra mübtəda gəlib. Yanlışdır. Düzgün cavabımız olur B variantı. Can you tell me where the nearest post office is located? 68-ci testə baxırıq. People who go in for sports are stronger than those that doesn't. Olmaz. Nəyə görə olmur? Çünki söhbət cəm isimdən gedir, insanlardan gedir. Ona görə tək olan üçün şəxsin təkləri çıxır. Which olmaz, söhbət insandan gedir. People who go foreign for sport are stronger than those who burada ara baxmırıq. Birinci hissəyə who going for sports bu hissəyə baxırıq. Çünki deyir ki, iki insanı sporta gedən, idmana gedən və idmana getməyən insanları müqayisə edir. Burada bu əsas feil do-nu götürürük. Ona görə də düzgün cavabımız olur D variantı. Gedən və getməyən. Are stronger cümlənin digər hissəsidir. Y variantı da belə çıxır. Sonra 69. Aunt Emily wants to know. Baxaq, verindən sonra was gəlməz, nəqli cümlə gəlməlidir. B variantı 69-da olmur. Niyə? When the letter posted. Letter posted özlüyündə olmur. Kimsə tərəfinə icra olmalıdır. Passive voice tələb edir. Ona görə B-də çıxır. C. If the letter has been posted. Baxın, cümlə passive voice-da. Düzgün cavab C-dir. Z-dən sonra has olmaz, D-də çıxır. Verindən sonra indiki bitmiş olmaz, Y-də çıxır. Aunt Emily wants to know if the letter has been posted. Düzgün cavab 69-da C-dir. 70-ci testə baxırıq. They asked when. Baxaq variantlara. A variantımız səhvdir. When-lə indiki bitmiş olmaz. When-lə indiki bitmiş olmaz. B-də səhvdir. When-dən sonra gəlməz, nəqli cümlə strukturu gəlməlidir. Y-də səhvdir. When-dən sonra will gəlməz. Düzgün cavabımız D variantı olur. They asked when the lecture began. 71. Jane asks when and where. I have finished school. When'dən sonra bitmiş zaman gəlməz. A çıxır. B variantında I finished school. Bu düzgündür. Baxaq digərləri niyə səhvdir. Have, did, was hər birində əvvələ keçib köməkçi feil. O da düzgün deyil. Nəqli cümlə strukturu olmalıdır. 71-də düzgün cavab B variantı. 72. Uncle Tom wants to know. Bəndən sonra did olmaz. Nəqli cümlə olmalıdır. A çıxdı. B də eyni şəkildə çıxır. C variantı. Bu da çıxır. When I have been Y variantda olmur. When ilə indiki bitmiş zaman olmur. Düzgün cavab D. If our son reads a lot. Sonra 73-cü testə baxaq. Zoos much are often greedy. Zoos little always share. Zoos who have much. Zoos deyirsə, deməli hər iki tərəfdə cəmdə olmalıdır. Hər iki cümlədə zoos var. Deməli xəbərlərimiz cəmdə olmalıdır. Tək xəbər olan variantları çıxaq. Has var, B-də çıxdıq. C-də də has var, çıxdıq. D-də də has var, çıxdıq. Y-də də. Düzgün cavabımız qalır A variantı. Çünki zoos cəmdədir. Özündən sonra zoos who gəlirsə, özündən sonra mütləq şəkildə who-dan sonra gələn xəbər who-dan əvvəl gələn isimlə uzlaşmalıdır. Ona görə olur A variantı. Those who have much are often greedy. Those who have little always share. Sonra 74. The doctor let Nick smoke no more.
Cümləmiz keçmiş zamandadır. Let olur. Hər üç formada da eyni qalır. Hardan bilirik? İndiki zaman olsaydı, üçüncü şəxsin təkində doktor sözündən sonra let's olardı. Amma let'dir deyə, deməli keçmiş zamandadır. Və no more varsa cümlədə bu inkarlıq bildirir və biz inkara inkarla cavab verməliyik. Ona görə A variantı çıxır, so var. C variantı çıxır, so var. Neither does var. İndiki zaman deyil. Biz did axtarmalıyıq. D-də də do var. D-də çıxır. Düzgün cavabımız olur. Neither did his parents. Sonra 75-ci testə baxaq. Who knows? Dedik, why for-la işlənməz. A variantı çıxdı. What-dan sonra is gəlməz. Nəqli cümlə strukturu olmalıdır. Sonra C də düzgün deyil. Does it often rain there? Düzgün deyil. When all this has happened olmaz. Çünki when-lə bitmiş zaman olmur. Düzgün cavabımız 75-də olur. Y variantı. Who knows what they are busy with? 76-cı testimizə baxaq. Henry told whether can't he recognize the signature? Can't keçib əvvələ düzgün deyil variantı. His friend he would do his best to help him. Düzgün cavab 76-da B variantı. Baxaq digərləri nəyə görə səhvdir. If-dən sonra were gəlib düzgün deyil struktur. If-dən sonra had gəlib düzgün deyil. When-dən sonra da has indiki bitmiş zaman gəlib düzgün deyil. Ona görə düzgün cavab olur 76-da B variantı. 77-ci testdə. You must give me back the money. Aha. Has borrowed olmaz. 77-də A olmaz. Burada olardı passive voice forması. Əgər has been borrowed olardı. Has been borrowed by you. Sənin tərəfindən alınan pulu mənə geri qaytarmalısan. A variantı çıxır. Was borrowed olmaz. Çünki cümlə indiki zamandadır. İndiki zamana uyğun bir zaman yazmalıyıq. Keçmiş olmaz B çıxır. Y də çıxır. Keçmiş olmaz. Qalır C və D variantı. Which has been borrowed olardı. D də çıxır. Çünki pul öz-özünə alınmır. Kimsə tərəfindən alınır. Passive voice olmalıydı. Ya da ki, mübtədamız yerində olmalıydı. You must give me back the money you have borrowed. Düzgün cavabımız olur 77-də C variantı. 78. We couldn't remember the name of the place where we had stopped for the night. Baxırıq variantlara. Cümləmiz inkardır deyə inkara inkarla cavab verməliyik. A variantı inkarda, amma to var. To inkar cümlədə işləmir, A çıxır. Also inkar cümlədə işləmir, B çıxır. İnkarla cavab verməliyik. So işlənməz D-də çıxır. Neither can we olardı, Y-də çıxır. Düzgün cavabımız olur C variantı. Həm də Y-də could we olmalıdır, can olmaz. Düzgün cavabımız olur C variantı. 78-də. Keçək 79-cu testimizə. 79-da the policeman ordered. Bu da kompleks obyektdir. Ona görə A variantımız çıxır. Üçüncü qrup feillərə aiddir. Özündən sonra object pronoun gəlməlidir. Ona görə Y-də çıxır. To gəlməz D-də çıxır. Və obyektdən sonra mütləq şəkildə to-lu feil istəyir order. Want, order. Bu kimi feillər ask, would. Bu kimi feillər özündən sonra object sonra to-lu feil tələb edir. Düzgün cavabımız olur B variantı. Sonra 80-ci testə baxaq. While I was out. While I was out deyirsə, mən çöldə olanda, biz deməli keçmiş zamanda olan bir cümləni seçməliyik ki, keçmişlə keçmişlə uzlaşdıraq. While iki cümləni birləşdirirsə, hər iki hərəkət eyni anda baş verib deməkdir. Yəni ikisi də keçmişdə olmalıdır. Yəni keçmiş bitmişdə yox, sırf keçmişdə olmalıdır. Çünki anda əndə deməkdir var. Mən çöldə olanda kimsə zəng etdi, eyni anda baş verib. Ona görə 80-də düzgün cavab B variantı olur. Has indiki zamana aiddir. A çıxır. Had anyone əvvəl olmuş mənasındadır. C-də çıxır. What is happened olmaz. What was happened olardı. D-də çıxır. What did happen? Bu da düzgün struktur deyil. Düzgün cavab buna görə olur B variantı. Did anyone call while I was out? Sonra 81. Is this man the lawyer? Lawyer canlı olan isimdir. Ona görə canlı olan isimdən sonra heç vaxt which gəlməz, what gəlməz. Ona görə A variantı çıxır, B variantı çıxır. Çünki onlar cansızlara aiddir.
Canlıdan sonra gedər who. Who you told me about. Düzgün cavabımız olur C variantı. D variantı that told about bu struktur düzgün deyil. Nə mübtəda var, nə tamamlıq var, D çıxır. Who told you about? Burada da düzgün deyil. Sənin haqqında danışan. Amma sən mənim haqqımda danışdığın insan o vəkildir. Bu daha düzgündür. Ona görə də düzgün cavab olur C variantı. 82-yə baxaq. Do you know? Is there olmaz. Nəqli cümlə strukturu olmalıdır. If is olmaz. Where can olmaz. Where the nearest post office is situated olar. Post office öz-özünə yerləşmir. Kimsə tərəfindən yerləşdirilir. Ona görə də düzgün cavabımız olur Y variantı 82-də. Do you know if she has been here for a long time? Y. 83-ə keçək. Tell me, why-dan sonra mübtəda gəlməlidir. A çıxdı. B də çıxır, did gəlib. A çıxır, B çıxır. What kind of dress did Josephine yox? Josephine wore olmalıdır. C-də çıxır. What are you looking olmaz. D-də çıxır. Düzgün cavab 83-də olur. Y variantı. Tell me how long you are going to stay here. Biz nəqli cümlə strukturu yazmalıyıq. 84-cü testə baxaq. Before I found it out myself. Deməli, iki cümlə before və after və ya after-da birləşirsə, bir hərəkət digər hərəkətdən əvvəl və ya sonra baş vermiş olur. Burada before-dan sonraki hərəkət keçmiş zamandadırsa, before-dan əvvəlki hərəkət keçmiş bitmiş zamanda olmalıdır. Yəni ondan bir zaman keçmişdə baş verməlidir. Before I found it out myself-dir. Mən tapmamışdan əvvəl. Sən nəyə görə mənə düzgünü demədin? Deməli, birinci bu adam səhv deyib, sonra o öz-özünə tapıb. Deməli, deyil, before-dan əvvəlki hissə olmalıdır keçmiş bitmiş zamanda. A variantı heç vaxt eyni zamanda olmur da. Bu before-la after-ın birləşdirdiyi cümlələr bir digərindən bir zaman əvvələ də olmalıdır. A variantı çıxır, keçmiş zamandadır. B də çıxır, indiki bitmiş yox, keçmiş bitmiş olmalıdır. Çünki found keçmiş zamandadır. B də çıxır. Why hadn't she told me the truth? Düzgün cavab C-dir. Baxaq niyə D deyil. How many times you had olmazdı, had you olardı, D-də çıxır. Has də keçmiş bitmişdir, indiki bitmiş zamanda ona görə düzgün cavab olur C variantı. Why hadn't she told me the truth before I found it out myself? 85-ci testə baxaq. Some of the boys baxaq. Some of the boys I invited didn't come. Düzgün cavab 85-də A-dır. Görək niyə digərləri səhvdir. Whom I was invited olmaz. Whom I invited olardı olsaydı. Çünki cümlə passivdədir və düzgün tərcüməyə uyğun deyil. Sonra C variantı who was invited yox, boys burada cəmdədir. Ona görə who were invited olardı. C-də səhvdir. Who has been invited olmaz, have been olardı. Y-də səhvdir. I invited zəmzəm olmaz. Çünki burada artıq boys yazılıbdır. Söhbətin kimdən getdiyini bilirik. Orada əlavə pronomana ehtiyac yoxdur. Ona görə də olur A variantı. Sonra 86. The flat cost me a lot of money. Deməli, cost. Bu da dəyişmir. Hər bir zamanda eyni qalır. Cümlənin indiki zaman olmadığını hardan bilirik? Flat sayıla bilməyən deməli, sayıla bilən tək isimdir. Costs olardı indiki sadə zaman olsa. Deməli, cümləmiz keçmiş zamandadır. Biz burada təsdiq və so axtarmalıyıq. Baxaq. So did düzdür. Deməli, didləri saxlayaq, sonra axırda baxaq ona. C səhvdir does olduğuna görə. Bir də Y səhvdir. Burada da doesn't var. Baxaq indi digər A, B, D variantlarına. So did her. Her özündən sonra isim tələb edir. A çıxır. The Smiths. Bu da özündən sonra B variantda isim tələb edir. Apostrof S burada possessive case, yəni yəli halın şəkilçisidir. İsim mütləq gəlməlidir. Qalır D variantı. So did ours. Ours bu absolute pronoundur. Özündən sonra isim tələb etmir, müstəqil işlənə bilir. 87. He wanted to know if she let them drive the car.
Bu düzgündür. Heç bir səhv yoxdur bu cümlədə. B variantında V-dən sonra did işlənmir. Cümlə nəqli cümlə strukturu olmalıdır. What and is waiting for. Is olmazdı, was olardı. Çünki wanted keçmişdədir. Keçmişlə indiki uzlaşmır. S çıxır. Whose glasses had the boy broken. Struktur düzgün deyil. D-də çıxır. That we fed the hungry chicken. Bu da düzgün struktur deyil. Y-də çıxır. Düzgün cavabımız olur Y variantı. A variantı. If she let them drive the car. 88-ci testə keçirik. Can you tell me who made you tell a lie? Hələ ki A variantını saxlayaq, digərlərinə baxaq. A variantında bir səhvlik yoxdur. What did she make olmaz. Did gəlməməlidir. Nəqli cümlə strukturu olmalıdır. What they let you to do. Let-dən sonra to gəlməz, S çıxır. How long does gəlməz, D-də çıxır. Whose portrait do you want olmaz, you want olardı. Düzgün cavab A variantı. Can you tell me who made you tell a lie? Sonra 89-cu testə baxırıq. Not a bird was seen through the thick leaves of the trees. Deməli, inkarda not var. Bizə də inkara inşa lazımdır. Keçmiş zamanda deməliyik. A, Y variantı çıxır, çünki soru təsdiqli işlənir. Bunlar avtomatik çıxdılar. Sonra D-də also var. Neither ilə also işlənmir. D-də çıxır. B variantda çıxır. Neither was other insects. Insect cəmdə olan isimdir. Was yox, were olardı. Düzgün cavabımız neither was a butterfly. C variantı 89-da. 90-cı testə baxırıq. She told a letter. A variantı düzgündür. Bu da üçüncü qrup feildir. Complex object mövzusudur. Tolddan tell'in keçmiş zamanıdır. O da özündən sonra object, sonra to'lu feil tələb edir. Ona görə A variantımız düzdür. B-yə baxaq. Əsas feildən sonra heç vaxt modal feil işlənmir. B çıxır. As right olmaz, to tələb edir. Y variantı ümumiyyətcə struktura düzgün uyğun deyil. Y-də çıxır. Baxaq D variantına. That we shall write. Bu da düzgün struktur deyil. Bizə complex object lazımdır. Bu da çıxır. Deməli, düzgün cavabımız olur A variantı. She told us to write a letter. 91-ci testə baxırıq. How long it has taken you to translate the text? How long to translate the text? It has olmaz, has it olardı. Çünki bu normal sadə sual cümləsidir. How long cümlənin ortasında gəlməyib. Sual sözü kimi nə qədər çəkdiyini soruşur. Sizdən nə qədər vaxt aldığını soruşur. A variantı çıxır. Have you to take, have to-nun sualı have to ilə düzəlmir. B-də çıxır. Did it take you? Düzgün cavab C-dir. How long did it take you to translate the text? D variantında köməkçi feil yoxdur deyə çıxır. G-də də köməkçi feil əvvələ keçməlidir. Öhdədən Y-də çıxır. Düzgün cavabımız olur C variantı. Sonra 92-ci testimizə baxırıq. The teacher wanted. Bu cümlədə complex object cümləsidir. No, complex object cümləsi deyil bu cümlə. Sadə cümlədir. A variantında wanted us to do olardı. A variantımız səhv çıxır. B variantında us to learn olardı. C variantında the teacher wanted to assign for tasks. Bu cümlə düzgündür. Wanteddən sonra to assign for tasks gəlib. Object yoxdur, yəni complex object deyil. Özündən sonra gələn feil həmişə iki feil arasında to işlənir. Ona görə düzgün cavabımız olur C variantı. D-də me to spell olardı. G-də də give-dən əvvəl to gəlməli idi. Düzgün cavab olur C variantı. 93-cü testə baxırıq. Who has to make arrangements for the party? Deməli, cümləmiz olur indiki sadə zamandadır. Amma cümləmizə sualı inşarı indiki zamanda does-la düzəlməlidir. Ona görə biz does olan cavab axtarmalıyıq. Baxırıq A variantı. Pamela does. Bu düzgündür 93-də. A düzgündür.
We had olmaz keçmiş zamanda. Each of us do yox does olmalıydı. Çünki each of'dan sonra xəbər təkdə gəlir. Neither inkar bildirir. Everybody də have to yox has to olur. Düzgün cavab olur A variantı. Sonra 94. Ask her why. Why'dan sonra nəqli cümlə strukturu gəlir. A olmuş. Do they olmaz. They grow olardı. B. She needs these factors for. Why ilə for işlənmir. B də çıxır. C variantında top high schools are located in Cambridge. Düzgündür. Burada heç bir səhvlik yoxdur. Düzgün cavab C variantıdır. Baxaq D variantına. She haven't had any authority to give other orders. She haven't olmaz. She hasn't olur. D də səhvdir. Y'də isə neither of these students have never been, has never been olardı. Y də səhvdir. Düzgün cavabımız olur C variantı. 95-ci testə baxaq. The woman was young and attractive. Mənim danışdığım qadın, söhbət etdiyim qadın. Whom I spoke to her olmaz. Söhbətin kimdən getdiyini onsuz da bilirik. Ona görə to her düzgün deyil. Whom I spoke or I spoke to olardı. A variantımız çıxır. B variantı düzgündür. I spoke to was young and attractive. Düzgün cavab B'dir. C'də woman-dən sonra which olmaz. C çıxır, Y çıxır. I speak to her keçmiş zamanda olmalıdır. İndiki zamanda yox. Zaman uzlaşmasına baxmalıyıq. Ona görə D də çıxır. Düzgün cavab olur. I spoke to her olmaz. Çünki biz kimlə danışdığını artıq bilirik. Qadın olduğunu da bilirik. Her-ı vurğulamağa ehtiyac yoxdur. Baxırıq 96-ya. She asked how he could believe all this information. These information olmaz. Information sayıla bilməyən isimdir. Burada this olmalıydı. A çıxır. If all the sources of information was reliable. Burada həmişə cümlənin xəbəri of-dan əvvəl gələn sözlə uzlaşır. Burada sources ilə were olmalıydı. Was yox, B də çıxır. How could all this information be accurate? How-dan sonra could olmaz. C-də çıxır. If all the information was accurate. Deməli, düzgün cavabımız budur. That the information was accurate. Bu düzgün deyil. Baxaq 97-ci testimizə. 97-də Who checked the list? Bu cümlə passive voice-da olan cümlənin sualıdır. Cümləmizdə olmalıdır was ya da were. List isə was olur. Təkdə olan üçüncü şəxsin təkində olmalıdır. A variantımız çıxır. Cümlənin köməkçi feili yoxdur. C də çıxır. Passivdə did olmaz. Y də çıxır. Zamanı düzgün zaman deyil. Was qalır, were qalır. List sayıla bilən təkdə deyə B variantı olur. Who was the list checked by? Sonra 98-ci testə baxırıq. Okay. Jack the hall where the meeting was held. Deməli cümlə bu sual bu testdə complex object-in mövzusunun cümləsidir. Asked özündən sonra object, ondan sonra to leave tələb edir. A variantımız çıxır. Notice them leave. B düzdür. Notice özündən sonra ikinci qrup feildir. To tələb etmir. Ya ing olur, ya da ki sadə heç nəsiz. Ona görə C çıxır. Watch özündən sonra to tələb etmir. Want özündən sonra to tələb edir. Bunlar əzbərləməli olduğunuz mövzulardır. Complex object-in 3 qrupa bölünən feilləri mütləq əzbərləməlisiniz. Jack noticed them leave the hall where the meeting was held. B variantı düzgündür. 99. She is fond of. Deməli, burada gerund gəlməlidir. Çünki gerund preposition-la işlənə bilir. Preposition-dan sonra to gəlməz. Y variantı çıxır. ING-li söz gəlməlidir. Yəni gerund. Y çıxdı, B çıxdı. And nobody can make. Make
özündən sonra gələn obyektdən sonra to-suz və ing-siz fe'l tələb edir. Ona görə 99-da düzgün cavab olur A variantı. She is fond of drawing and nobody can make her give it up. Sonra baxırıq 100-cü testimizə. Can you explain to me? What'dan sonra did gəlməz. Nəqli cümlə olmalıdır. Why you let them go out in such weather? Burada bir problem yoxdur. S-yə baxırıq. How long-dan sonra does gəlməz. Çıxdı. Which exercise do you want olmaz. Why did you olmaz. Düzgün cavabımız olur B variantı. Can you explain to me why you let them go out in such weather? Baxırıq 101-ci testimizə. 101-ci testimiz qapalı sualların son testidir. Jack told whether the contest has finished in time. Told keçmiş zamandadır. İndiki zaman olmaz. İndiki bitmiş olmaz. Zaman uzlaşması düzgün değil. His friend if can da düzgün değil. The manager that the delegation would arrive the next day. Bu düzdür. Burada bir problem yoxdur. Chief when would the received documents be signed? Tamamilə yanlış bir strukturdur. Told us when'dən sonra has gəlməz. Y də səhvdir. Düzgün cavab olur C variantı. Jack told the manager that the delegation would arrive the next day. Keçək açıq suallarımıza. Did you get the money? What you wanted? What o zaman gəlir ki, qeyri-müəyyən bir hal olsun. Biz burada money'dən söhbət getdiyini biliriksə, orada which deyə bilərik, what deyə bilmərik. Ona görə A variantımız, yəni birinci çıxır. That you wanted deyə bilərik. Which you wanted deyə bilərik. Bir də you wanted deyə bilərik. Z-dən sonra da did gəlmir. Ona görə 2, 3, 5, 102 də düzgün cavab. Sonra 103-ə baxaq. Have you received the man that the manager recommended? Bir düzdür. Canlıdan sonra what gəlməz. 2 səhvdir. The manager recommended. Bu da düzdür. Canlıdan sonra which gəlməz. Whom the manager recommended. 5 də düzdür. Düzgün cavab olur. 1, 3, 5. Keçirik 104-cü testimizə. When I entered the hall, I noticed the servant something from the table. Notice özündən sonra ya ing-li ya da heç bir şey əlavə olunmayan fe'l tələb edir. Yəni to-suz ing-siz ya da ing-li. Bir take olur. Takes olmaz qətiyyən. To take də olmur. Bir də taking olur. 1, 4. Bu kompleks obyekti əzbərlənməli olan mövzudur. Sonra 105. Neither have my brothers. Deməli, yuxarıdakı cümlə olmalıdır inkarda və indiki bitmiş zaman cümləsi olmalıdır. Baxaq, Nick has been waiting for you since morning. Cümlə təsdiqdədir. Birinci olmaz. Bizə inkar lazımdır. Mr. Brown has never seen such a play. Bu düzdür. İnkardadır və indiki bitmiş zamandadır. Marilyn hasn't been invited to the party. Bu cümlə, bu da düzdür. Marilyn hasn't been invited to the party. 3-də düzdür. Baxaq 4-də. Tom has never ready for this lesson. Tom is never ready olur. Çünki never'dən sonra past participle gəlməlidir. Əgər cümləmizin indiki bitmiş zaman olmağı istəyiriksə. 2-3-dür 105-də düzgün cavab. Burada Tom is never ready'dir. Yəni indiki sadə zamandadır. 106. After cleaning the kitchen, Sue baxırıq. Will clean the bathroom too. Bir düzdür. Will not clean the bedroom too. To ilə not işlənməz. 2 səhvdir. Will clean the bedroom as well. 3-də düzdür. Will clean the bedroom either. Either varsa bir inkarlıq olmalıdır. Düzgün cavab olur 1-3. Won't clean the bedroom either olardı. Bəlkə olsaydı. Sonra 107. After graduating from the university, Nathan
Yenə baxırıq. Will work in the central hospital as well. Bir düzdür. Will work in the central hospital. Ayza varsa inkarlıq olmalıdır. 2 səhvdir. Won't-la to olmaz. 3 də səhvdir. 4 düzdür. Will work in the central hospital too. 107 düzgün cavab. 1-4. I don't mind if you reschedule the payment for the equipment. Düzgün cavabdır. Heç bir səhv yoxdur birinci cümlədə. When will olmaz. Struktur yanlışdır. If they renovate the house. 3 də düzdür. Why they gave up. Gave up olmaz. İndiki zaman olmalıdır. Uzlaşma pozuldu. What'dan sonra da will olmaz. Düzgün cavab olur. 1-3. Sonra baxırıq 109-cu testimizə. I don't mind if Jane postpones her vacation. Düzgündür. Uzlaşması da düzgündür. 1 düzdür. When'dən sonra will olmaz. 2 səhvdir. If they arrange the party. 3 də düzdür. Why he turned. Turned olmaz. Cümlə keçmiş zamandadır. Bizə indiki zaman lazımdır. 5'te de what'dan sonra will olmaz. Düzgün cevabımız olur 1-3. Keçək 110-cu testimizə. I have completely forgotten the place of the cottage we stayed in. Deməli, bir düzdür. Which we stayed olmaz. Çünki which inlə işlənməlidir, söz önlü işlənməlidir. Y çıxır. Where söz önlü işlənmir. 4-də çıxır. Where we stayed. We stayed in. Bir də where we stayed. Ya da which we stayed in olardı. Olsaydı əgər düzgün cavab. 1-3, 110'da. 111. I remember the place where we met. Harda biz görüşmüşük. Which we met olmazdı. Where we met in. Where ile in olmaz. We met in. 1-4 düzgün cevabımız 1-4. Sonra 112. testimizə baxaq. Bura bir tekst açaq. The chef couldn't find the eggs. Aha, deyir ki, şef yumurtalar tapa bilmir. Married olmaz, evlənmək. Where they first met, bu da görüşməklə bağlıdır. She moved to another country, bu da uyğun gəlmir tərcüməni. Which had already been bought. Aha, bir deyir ki, şef hansı ki artıq alınmış olan yumurtaları tapa bilmir. 2. Her fiancé still remembers the place. Onun deyir fiancési, sevgilisi, hələ də onların nəyi? Where they first met, ilk görüşdükləri yeri xatırlayır. B. Tərcümə olaraq sadəcə o uyğun gəlir. 3-də isə I haven't seen my teacher since the year. Mən deyir müəlliməmi bu ildən bəri görmürəm. Hansı ildən bəri? Who she is married to olmaz. Bir proses olur, o ildən bəri görmür. She moved to another country. 3-də düzgün cavab C-dir. Mən müəlliməmi başqa ölkəyə köçəndən bəri görmürəm. Sonra 113-cü testə baxırıq. 113-cü testimizdə son testimizdir bu bölmənin. Burada bir tekst açaq. I can't repair the dishwasher myself. I couldn't only understand about the half of what she said. Düzgün tərcüməyə uyğun deyil, bu uyğun olmur. She has nothing interested to mention. Bu da düzgün deyil. Therefore, I have it mended as soon as possible. Bir düzdür. Bir də C-dir cavab, düzgün cavab. Tərcüməyə uyğun olaraq C variantı olur. 2-də tourism is a good thing as. Turizm yaxşı bir şeydir. Çünki baxaq, D variantımıza, tərcüməsinə baxaq. It brings people of different nations together. Çünki o fərqli xalqların millətini bir araya gətirir. 2D. 3-də isə I used to love listening to her. Even though mən deyir onun sözlərinə qulaq asmağı, onu dinləməyi sevirdim. Hətta baxmayaraq ki, I could only understand about half of what she said. Baxmayaraq ki, mən onun dediklərinin sadəcə yarısını başa düşürdüm. 3-də də düzgün cavabımız olur A variantı.
Bu bölmənin də sonuna gəldik. Hər hansı bir sualınız olarsa, şərhlərdə qeyd edərsiniz. Növbəti videolarda görüşənədək hələlik.